Verilişin baş sponsoru Kalsi D3 Nikamet. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sporta baxırsınız. Ay Həkim efirdədir. Studiyada doktor Tutu Zeynalovadır. Növbəti maraqlı qonağımla sizinlə görüşə gəlmişəm. Bugünkü həkimimiz əslində Almaniyada çalışır. Bilirsiniz ki, mən bizim xaricdə çalışan həmyerlilərimizi çalışıram Azərbaycana gəldiklərində verilişimə dəvət edim. Çünki həm oradakı tipdəki sistem, həm burada xəstələrə daha necə keyfiyyətli xidmət göstərə bilərik. Bu sualları verim. Həm ümumiyyətlə dünyada onların sahəsində baş verən yeniliklərlə tanış olaq və bu yeniliklərin Azərbaycanda tətbiqi mümkündürmü, varmı? Bütün bu sualların cavabını axtarıb tapa bilək və elə bu məqsədlə də bugün nə qədər ki Azərbaycandadır, fürsətdən istifadə edib dəvət etdiyim qonağım Almaniyada ixtisaslaşmış qulaq, burun, boğaz və üz plastik cərrahı Dr. Cavid Hüseynzadə studiyamızın qonağıdır. Xoş gəlmisiniz. Çox şadam sizi görməyimə və əminəm ki, bugün tamaşaçılarımıza maksimum faydalı ola biləcəyik. Təşəkkür edirəm dəvətiniz üçün Tutu xanım. Sizi görməyə çox xoş oldu. Qarşılıqlıdır. Sizə sağ olun ki, bilirəm bura gələndə işiniz çox olur, amma sağ olun ki, vaxt ayırdınız və studiyamızdasınız. Ümumiyyətlə, Almaniyada həkim olmaq və Azərbaycanda həkim olmaq fərqi nədir və sizin Almaniyada bugün həm də bildiyim qədərilə orada şöbə müdürüsünüz. Qulaq, burun, boğaz və üz cərrahı kimi yetişməyiniz üçün nə qədər zaman tələb olunur? Əslində bu çox geniş bir sualdır. Yəni bu barədə biz ətraflı danışmağa indi çalışacağıq. Ümumiyyətlə ilk öncə fərq sistemdədir. Tibb Universitetində Azərbaycanda qəbul şərtləri və Almaniyada bunlar da fərqlidirlər. İlk öncə onu deyim ki, Almaniyada bir həkimin yetişməsi dövlətə çox baha başa gəldiyindən, o yüzden də Alman dövləti marağındadır ki, həkimləri xaricdən gətirsin, dəvət eləsin və artıq ixtisaslaşmış həkimlər bəzi rutin prosesləri keçərək, məsələn, dil imtahanı olsun, diplomun təsdiqi olsun, bunları keçdikdən sonra artıq tam olaraq, tam hüquqlu bir həkim kimi fəaliyyət göstərsin. Onu qeyd etməliyəm ki, buradan gedən soydaşlarımız hardasa 2000-dən artıq Azərbaycanlı həkim Almaniyada çalışır. Burada mən 2000 dediyim diplomu təsdiq olunmuş həkimlərdən gedir. Əslində bu çox böyük bir rəqəmdir. Ciddi rəqəmdir. Və ciddi bir rəqəmdir. Bundan faydalanan düşünürəm ki, təkcə Almaniya tərəfi deyil, eyni zamanda Azərbaycan tərəfidir ki, bu həkimlərlə Azərbaycanda çalışan həkimlər arasında düzgün bir körpü yaransa, əminəm ki, bu Azərbaycan səhiyyə sistemi üçün də böyük faydalı olacaq. Burada yalnız həkim fəaliyyətindən söhbət getmir, eyni zamanda elmi işlərin yazılması, bu işlərin beynəlxalq jurnallarda çap olunmasında, dərc olunmasında əlbəttə ki, Almaniyada çalışan həkimlərimizin çox böyük bir faydası ola bilər və bu işdə də artıq işlər gedir. Neçə il lazımdır Almaniyada cərrah olmaq üçün və yaxud burada ümumi cərrahın gedib Almaniyada ixtisasını artırıb qulaq, burun, boğaz cərrahı olmaq üçün. Yəni sistem necədir? Və sizcə Azərbaycanda siz deyirsiniz hər iki tərəf üçün yaxşıdır, amma mən düşünürəm ki, bu qədər həkimin ölkədən getməyi heç də yaxşı deyil. Sizcə yəni bizim nəyimiz çatmırdı ki, bu qədər həkim getdi Almaniyaya? Bilirsiniz necədir? Almaniyada bir prinsip var. Həkimin yetişməsi sürətli yox, keyfiyyətli olmalıdır. Bu prinsipdən irəli gələrək gedirlər. O yüzden də bəzən tez-tez burada olduqda da və yaxud da başqa SNG dövlətlərindən də gələn cərrahlarda görürəm ki, 28-27 yaşları var, artıq fərqli sayda əməliyyatlar eləyirlər, çoxlu sayda əməliyyatlar eləyirlər. Almaniyada bu belə deyil. Çünki ilk öncə Tibb Universiteti 5-6 il deyilsə də, Tibb Universitetini qurtarmaq hardasa 7-8 il çəkir.
Bundan sonra da mütləq şəkildə rezidentura təhsilini keçməlidir. Bu da özündə 5-6 il çəkir. Mən indi özümdən deyim, qulaq-burun-boğaz sahəsində rezidentura təhsili necə təşkil olunub, siz artıq biləcəksiniz ki, sistem necədir orada. Mən qulaq-burun-boğaz sahəsi 5 il davam eləyir. 7 ilin üstünə 5 il. Tibb universitetini qurtardıqdan sonra da 5 il. Rezidentura təhsilində bir neçə hissələrə bölünür. İlk 2 il basic, yəni dediyimiz baza, təməl təhsilidir. Düzdür, sən tam olaraq assistent həkim kimi işləyirsən, maaş alırsan, ciddi bir maaş da alırsan və növbələrə də qalırsan, eləyirsən. Sadəcə olaraq hər ilə uyğun olaraq səni kurslara göndərirlər, hər ilə uyğun olaraq da səni əməliyyatları öyrədirlər. Məsələn, ilk 2 ildə qulaq-burun-boğaz sahəsində olan həkimin öyrəndiyi əməliyyatlar nədir? Uşaqlarda adenatomiya, tonzilektomiya, qulağa tüpün qoyulması, yavaş-yavaş üzdə və yaxud da ağız boşluğunda, burun boşluğunda olan xırda törəmələrin götürülməsi və yaxud da məsələn burun qanaxmaları, onların müalicəsi, bu cərrahi yöntəmlərini deyirəm və mütləq ki, o 2 ildə də sən çox güclü şəkildə poliklinikanı öyrənməlisən. Və nəzərə almalıyıq ki, bir həkim gün ərzində, əlbəttə ki, xəstəxanadan asılıdır, hardasa 30-40 xəstə görür və əlbəttə ki, bu prosesin içərisində sən daha sürətli öyrənirsən. Deməli, Almaniyada uşaq qulaq-burun-boğaz həkimi və yaxud da onkoloq qulaq-burun-boğaz həkimi kimi bir ayrılan bir sahə yoxdur. 5 il ərzində sən bütün sahələri görürsən, bütün sahələr üzrə də rotasiya eləyirsən. Məsələn, mən maksimal Versorgung dediyimiz xəstəxanada çalışmışam, rezidentura təhsilim orada olub. Bu nə deməkdir? Həmin xəstəxanada bütün tibb sahəsinə aid olan branşlar var idi. Əlbəttə ki, belə bir klinikada işləyəndə də xəstə axını daha çox olur, gecə növbələrində akut xəstələrin daha çox olur və daha çox xəstə görərək, daha çox кейslər görərək, daha çox da təcrübə əldə etmiş olursan. 2 ildən sonraki illərdə isə artıq burun çəpəri əməliyyatı, burun ətrafı ciblər, baş boyundakı əməliyyatlar, parotis cərrahiyyəsi və s. bunları öyrənirsən. Sonuncu illərə yaxın isə artıq rinoplastika, estetik əməliyyatlar, otoplastika və s. bu kimi əməliyyatları öyrənirsən. Bu, dediyim kimi, məsələnin cərrahi tərəfidir. Yəni, plastik cərrahiyyə də əslində qulaq, burun, boğazın daxilindədir. Bəli, plastik cərrahi, ümumiyyətlə Almaniyada hər sahənin özünə aid plastik estetik əməliyyatları varsa, bunlar da sən bir həkim olaraq etmək hüququndasan. Bu cərrahi tərəfi idi işin. İndi işin başqa tərəfi də var. Mən məsələn Almaniya ilk dəfə gedəndə artıq qulaq-burun-boğaz sahəsində təcrübəm olan bir həkim kimi gedən düşünürdüm ki, qulaq-burun-boğaz sahəsində tonzilektomiya, adenoid septum, rinoplastika. Əsla belə deyil. Çünki Almaniyada sən eşitmə testini də sən edirsən, onun nəticəsini də sən yazırsan, allergik testi də oxumağı sən edirsən, baş gicəllənmə, vertigo xəstələri sən müayinə edirsən, müalicə edirsən. Sahə o qədər genişdir ki, ilk doğulan uşaqdan, məsələn, xuanal atreziyalı bir uşaq və ən yaşlı bir pasiyentə kimi qulaq-burun-boğaz sahəsi əhatə eləyir. Bəs sizi motivasiya edən nə idi? Bu qədər yükdür. Çünki siz danışdığınız ciddi bir mental yükdür, oxumalısan, eyni zamanda o qədər xəstəyə baxırsan. Yəni, buna motivasiya edən nə idi? Məsələnin maddi tərəfi, yoxsa siz bilirdiniz ki, bu 5 ildən sonra bunun geri dönüşü yaxşı olacaq? Bilirsiniz necədir? Universitet vaxtı bir sıra ölkələrdə yay praktikalarına gedirdi. Siz burada bitirmişsiniz Azərbaycan. Bəli, burada təhsilimi başlamışam. Bir sıra ölkələrə gedərək təcrübələr əldə etmişdik. Avropada olan təcrübə mənə, təbiətimə daha yaxın gəldi. Xüsusilə də müasir texnologiyanın olması, yeni bir dilin öyrənilməsi, bu da mənim üçün böyük bir motivasiya oldu. Alman dilində bütün ədəbiyyatın olması, məsələn, orada olan ədəbiyyatlara sənin rahat şəkildə çıxışının olması, bunlar əlbəttə ki, məni çox motivasiya eləyirdi. Bu bir. İkinci məsələdə mən düşünürəm ki, əgər insan ömrünü bu sahəyə bağlayırsa, ən yaxşısını əldə etməlidir. Buradan da elə
üzümü tuturam bizim rezident, cavan rezident həkimlərimizə ki, bugünkü gündə ədəbiyyat əlçatılandır. Onun üçün əlavə olaraq universitet vaxtı bir dili öyrənməsi çox böyük bir üstünlük təşkil edir. Bu ingilis dili də ola bilər, alman dili də ola bilər və çalışmalıdırlar ki, asistanlıq müddəti 5 il, 6 il desək də bir göz qırpımında gəlir gedir. Çalışsınlar ki, həmin müddətdə bunların üzərinə düşən o məsuliyyət, o belə deyim, ədəbiyyatlar və o materialları çalışsınlar həmin müddətdə mütləq şəkildə oxusunlar. Məsələn, burada çox önəmli disiplindir. Gün ərzində 20 dəqiqə, 30 dəqiqə də ayıraraq bir ayın sonunda sən artıq ciddi bir şəkildə materiallar oxumuş, yaxşı bir məlumat almış olarsan. O yüzden də o 5-6 ili düzgün qiymətləndirsinlər və zaman itirməsinlər. Çünki siz artıq mütəxəssis həkim olandan sonra siz asistentin soruşacaq sualları verməyiniz məncə qıraqdan biraz məntiqsiz görünər. Ən azından minimum biliklərə, bazı biliklərinə sahib olmaq yaxşıdır. Cavit doktor, belə bir sual verəcəm sizə. İcbari tibbi sığorta, bilirsiniz ki, son illərdə Azərbaycanda da kifayət qədər böyük işlər görüb və bir çox əməliyyatları artıq qarşılayır. Amma biz həkimlər öz aramızda danışanda biraz həkimə bunun qarşılığında çatan məvacibin az olduğunu öz aramızda danışırıq bunu. Almaniyada necədir? Çünki Avropada bildiyim qədərlə həm özəl, həm dövlət xəstəxanaları icbari tibbi sığorta ilə işləyir. Orada, necə ki, burada bəzi əməliyyatları icbari tibbi sığorta qarşılamır. Orada da varmı belə bir sistem, yoxsa orada bütün əməliyyatları qarşılayır və tibbin bütün sahələrini qarşılayır? İcbari tibbi sığorta ümumiyyətlə Almaniyada ən qədim sistemlərdən biridir. Çünki 1800-cü illərdə artıq bu sistem Bismarck tərəfindən yaradılmışdır və artıq illər ərzində çox ciddi şəkildə modifikasiya olunmuşdur. Və Almaniyada bütün sahələrdə icbari tibbi sığorta sistemi tərəfindən dəstəklənir, maliyyələşdirilir. Fərq etmir. Xırda bir əməliyyat olsun və yaxud da ağır şəkildə yatan bir onkoloji xəstə olsun ki, hansına ki, böyük bir məbləğdə maliyyə ayrılır, hamısı dövlət tərəfindən dəstəklənir. Sadəcə olaraq estetik əməliyyatlar və stomatoloji prosedurların əksəriyyəti pasiyent tərəfindən ödənilməlidir. Çünki bunlar icbari tibbi sığortaya aid olunmur. İcbari tibbi sığorta acil və funksional əməliyyatları öz üzərinə götürür. Bu da dediyim kimi fərq etmir hansı ağırlıqda və yaxud da hansı maliyyə ağırlığında olan əməliyyatlardır. Qiymətindən fərqi yoxdur, asılı olmayaraq. Bəs kosmetologiya olsun, psixologiya, dietologiya, bunlar necə? Bunları da icbari tibbi sığorta qarşılayır, yoxsa... Baxın, göstəriş varsa, dietologiya, məsələn, metabolik pasiyentlərimiz olsun və yaxud da ki, diabetik pasiyentlər olsun, əlbəttə ki, bunlar hamısı dövlət tərəfindən qarşılanır. Çünki bilavasitə bu, sən insanın sağlamlığına yardım etmiş olacaq bir iş olduğundan dəstəklənir. Aydındır. Bir məsələyə də toxunmaq istəyirəm ki, plastik cərrah, siz qeyd edirsiniz ki, üz plastik cərrahı. Yəni, belə başa düşdüm ki, Almaniyada ümumi plastik cərrah yoxdur ki, həm burun eləsin, həm abdominoplastika eləsin, həm sinə əməliyyatı eləsin, həm bədən şəkilləndirmə eləsin. Belə bir yoxdur anlayış. Varmı? Bəli. Gəlin istəyirsiniz, mən biraz sualı elə deyim ki, insanlar sonra düşünər ki, yoxdur. Almaniyada plastik cərrahiyyə ilə kimlər məşğul ola bilər, belə deyək. Əlbəttə ki, ilk öncə plastik və rekonstruktiv cərrahlardır. Bu sahədə rezidentura keçən ixtisaslaşmış insanlardır. Bunlar full body dediyimiz, yəni bütün bədən üzərində istər estetik, rekonstruktiv, yanıq cərrahiyyəsi, əl cərrahiyyəsi, bunun hamısı plastik cərrahiyyənin rezidenturasını bitirmiş bir həkim, ixtisaslaşmış bir həkim edə bilər. Üzdə daxil. Plastik rekonstruktiv cərrahlar bütün bədəni edə bilər. Üzdə kimlər əməliyyat edə bilər? Üz çənə cərrahları və yaxud da qulaq, burun, boğaz həkimləri. Bunun üçün də bu sahəni bitirdikdən sonra, 5 il təhsilini bitirdikdən sonra 2 il sonrasında da Zusatzweiterbildung dediyimiz, yəni Türkiyədə bu hətta yan dal deyilir, əlavə spesializasiya, ixtisaslaşma keçərək üz
plastik və rekonstruktiv cərrahi sertifikatını almış olursan və üzdə artıq təkcə məsələn qulaq burun boğaz həkimi, burun, qulaq da deyil, eyni zamanda üzdə bütün estetik əməliyyatları icra edilə bilər. Bu həm də üst çənə cərrahlarına da aiddir. Yəni həm blefaroplastika edə bilər, həm deyək ki, bişiktomiya edə Yəni bilər. üz gərmə və s. baş boyun təkcə estetik də eyni zamanda rekonstruktiv. Məsələn, üzdəki tümörləri götürdükdən sonra rekonstruktiv cərrahiyyələri və yaxud da üzdə keçirilmiş travmalardan sonra rekonstruktiv əməliyyatlar. Bunların hamısını icra eləyə bilər. Bəs kosmetoloji prosedurları kim icra edir? Plastik cərrah mı edir, yoxsa bunun üçün ayrıca yenə də yandalar? Kosmetoloji prosedurları plastik cərrahlar və bayaq sadaladığım kimi üz plastik cərrahları eləyə bilər. Dermatoloqlar? Əlbəttə, dermatoloqlar hətta Almaniyada liposaksiya da edirlər. Bu onların sahəsinə aiddir. Dermatoloqlar ümumiyyətlə Almaniyada bu son zamanlar aprobasiyası, yəni diplomunu təsdiq edən hər bir kəs üz estetikası ilə məşğul ola bilər. Maraqlıdır. Çünki bilavasitə həkim bu proseduru apardığına görə məsuliyyəti də özü daşıyır. Yəni cərrah olaraq aprobasiyadan keçəndən sonra üz plastikasına məşğul ola bilər. Burada mən dediyim nəzərə alın ki, botoks, hialuron ya üzdə olan inyeksiya prosedurlarından söhbət gedir. Estetik prosedurlardan söhbət gedir, cərrahiyyədən yox. Yox. Aha, aydındır. Və bir problem var ki, məsələn, mən İngiltərədə gördüm ki, bir həkim lazım idi və xanım orada yaşayır, bizim həm yerlimizdir. Və dedi ki, həməni 6 aydan sonraya yazdılar həkimin qəbuluna. Dedi ki, belə Avropada belədir, ümumiyyətlə ki, bir həkim lazımdırsa, gərək minimum 3 ay gözləyəsən ki, o həkimin qəbuluna düşəsə, nə olsun ki, sığorta bunu qarşılayır. Və mən məcbur qalıram, gedirəm özələ, əgər təcili bir vəziyyətdirsə. Doğrudan da belədirmi Almaniyada da? 3 ay hələ yaxşı deyiblər ona. Bizdə bəzən 6 və 8 ay olur. Bu həqiqətən də belədir. Çünki xəstə axını, xəstə sayımız çoxdur və nəzərə alaq ki, həkim çatışmamazlığımız da var Almaniyada. Elə o yüzdən də xaricdən gələn həkimlərə hər cür orada yerləşməsinə Alman dövləti dəstək olur. Əfsuslar olsun ki, bu belədir. Ona görə də son zamanlar Almaniyada ambulator sahənin inkişafına böyük bir üstünlük verirlər ki, ən azından xəstəxanaların üzərinə düşən o yükü heç olmasa ambulator xəstəxanalar yəni yardımcı olaraq özlərinə götürsünlər. Azərbaycandan başqa hansı ölkələrdən axın çoxdur Almaniyaya, həkimlərin axını? Bu Siriyadandır, bildiyimiz məsələlərə görə, yəni Siriyadan müharibə nəticəsində güclü sayda axın oldu. Bu SNQ dövlətlərindəndir. Hal-hazırda Ukraynadan çoxlu sayda həkimlər gəliblər. Son zamanlar Türkiyədən də gəlirlər. Yəni nəzərə alaq ki, Avropa ölkələrindən də bu Rumıniya olsun, indi Polşadan, Bolqariyadan və s. gələn həkimlərin sayı heç də az deyil. Və necə bölürlər? Məsəl üçün deyirlər ki, mən bir ara maraqlanırdım. Sonra dedilər ki, mənə sən ora gələndə birinci dil bilməlisən, mükəmməl. İkinci, sən mənim ixtisasım budur, bu ixtisas üzrə işləyirəm deyə bilməzsən. Orada harda, hansı ixtisasda mövcudluq, boş yeri varsa, sən ilk növbədə o ixtisasın, yəni onlar sənə öyrədəcəklər bir il ərzində. Deyək ki, kardioloqa çox ehtiyac varsa, sən kardioloq kimi də işləyə bilərsən, reanimasiya həkimi də işləyə bilərsən və yaxud nevroloq işləyə bilərsən. Yəni doğrudan da belədirmi bu proses? Yəni necə orada seçilir? Deyək ki, 100 həkim müraciət edib, bu həkimin hansının harda işləyəcəyində nə nəzərə alınır ilk növbədə? Əslində Almaniyada çox maraqlı bir sistemdir işə götürülmə. Deməli necədir? Burada siz bayaq sadaladığınız kimi Almaniyada çalışmaq üçün ilk öncə dil bilikləriniz olmalıdır. Bu da B2, C1 səviyyəsində olmalıdır. Sonra tibbi Alman dili deyilən Fachsprachenprüfung testi var, imtahanı var, onu keçməlisiniz. Bu artıq sizin yalnız dil biliyiniz deyil, eyni zamanda tibbi dil biliyiniz olduğunu da göstərir. Bundan sonra artıq sizə 2 illik iş icazəsi verilir. Çünki biz Avropa Birliyindən olan bir ölkə olmadığımızdan bizim diplomumuz həmən tanınmır. O yüzdən bizə 2 il iş icazəsi ilə işləməyə icazə verilir. Bu sınaq müddəti kimi. Sınaq deməzdim, yəni iş icazəsi. Sınaq müddəti normalda hər xəstəxanada 6 ay olur. Buna probezeit deyirlər, sınaq zamanı.
2 il ərzində isə siz diplomunuzu təsdiqləməlisiniz. 2 il ərzində verməkləri məntiqlidir. Niyə? 2 il ərzində siz çalışırsınız, dili bilirsiniz, sistem necə çalışır, eləyirsiniz və s. və eyni zamanda da maaş verirlər sizə. Yəni heç kimi qıraqda saxlamırlar. Eyni zamanda da maaş verirlər. İşə qəbul amma necədir? Almaniyada hər kəs kontrakt əsasında çalışır. Kontrakt əsasında da işə götürülmə bilavasitə xəstəxananın şefi dediyimiz həmin şöbənin rəhbəri tərəfindən qərar verilir ki, biz bu gənci götürək işə və yaxud da başqa bir həkimi işə götürək. Burada əlbəttə ki, Vorstellungsgespräch dediyimiz iş görüşməsində sizin özünüzü necə göstərməyiniz, bu işə nə qədər motivasiyalı olmağınız, əlavə təcrübələriniz varsa, bu daha da sizə plus punktları gətirir. Yaş nəzərə alırmı? Yaş bəzən məsələn, desinlər ki, yox, artıq bu yaşdan sonra gecdir. Bəzən nəzərə alınır. Bəzən nəzərə alınır. Dediyim kimi, əgər konkurensiya varsa cavan bir həkim götürülsün və yaxud da ki, yaş dediyimiz də, yəni burada indi 40-45 yaşlı adamdan söhbət getmir. Əlbəttə ki, bunlar cavan sayılırlar. Çox sağ olun, təşəkkür edirəm. Biz davam edəcəyik bu mövzunun ətrafında söhbətimizə. Daha çox tibbi tərəfinə toxunmaq istəyirəm verilişimizin ikinci yarısında. Sırada reklamlarımız var. Reklamlardan öncə mən istəyirəm verilişimizin sponsorlarına təşəkkür edim dostlar. Verilişimizin baş sponsoru Ştada şirkətidir. Kalsium döyüş nikamet, portağal və limon dadlı çeynəmə tabletlərini sizə təqdim edir. Ştada kalsium və D vitamini cifitinin profilaktikası məqsədi ilə həmçinin kalsium və D vitamini cifiti riski olan pasientlərdə osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində kalsium və D vitamini qəbulu üçün nəzərdə tutulub. Kalsium döyüş nikamet 25 ildən artıq mövcuddur və sınanmış preparatdır. Hamilələr və 3 yaşdan yuxarı uşaqlar da istifadə edə bilər. Təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə. Digər təşəkkürümüz Böyük Britaniya təhsili idman həkimi Fərid Səlimovadır. Fərid Səlimov müasir fizioterapevtik yanaşmayla sizin xidmətinizdədir. Mən də artıq onun xidmətlərindən istifadə edirəm. Çox məmnunam. Bunu pasient məmnuniyyəti kimi qəbul edin. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng etməyiniz kifayətdir. Reklamlara baxaq, sonra söhbətimiz davam edəcək. Verilişin baş sponsoru Kalsi D3 Nikamet.